Salam aleyküm dəyərli izləyicilər. Bu həftə sonunu keçirmək üçün gəlmişik Deluxe Park Qusar Otelə. Həmişəki kimi məlumat verməyə çalışacağım. İnşallah nəsə sual yaranarsa komment bölməsində bildirərsiniz, cavablandırmağa çalışacağım. Bizim qalacağımız kotej 203 nömrəli kotejdir. Deməli, hər kotejin həyətində belə besetka var. Bir də əlavə olaraq özünün balaca balkonu var, harda oturub çay falan içmək üçün də belə yüngülvari. İçərini indi əlavə eləyəcəm. Ərazidəki səssizlik, mənzərə nəyə desəz dəyir də. Konkret olaraq terapiya. Mənzərənin möhtəşəmliyinə baxın. Ərazidə uşaqlar üçün, daha çox balacalar üçün belə açıq oynamaq yeri də var. Qapalı əyləncə mərkəzi də var. İndi gedək oranı göstərim. Və ərazidə belə məlumat lövhələri var. Yəni ki, sizə göstərir kotejlərin nömrəsi və obyektlərin yerini. Deməli, bir məsələ nədir? Burada nə diqqətimi çəkdi? Daha doğrusu vurğulamaq istəyirəm. Deməli, burada otel tipli otaqlar yoxdur. Yəni, hamısı kotejlərdir. Yəni, bu deməkdir ki, əyləncə mərkəzləridir, hovuzlar, hovuzdur. Bunların hamısını belə deyək də, yəni ya maşınla getməlisiniz, hava soyuqdursa, ya balacalarlansızsa, yəni nəzərə alın ki, uşaqların əynini qalın eləyəsiniz hovuzdan sonra. Və hovuzun yaxşı tərəflərindən biri nədir? 9-12 ancaq qadın vaxtıdır, 12-dən sonra artıq belə deyək də daha sərbəstdir. Yəni kişi, qadın kim istəsə gələ bilər. Və spanın olduğu yerdə də özünün ayrıca restoranı var, hansı ki bu da yaxşıdır. Spa əyləncə mərkəzi. Deməli, içəridə hovuzla bərabər dediyimiz kimi qapalı əyləncə mərkəzi də var. Bilyarddır, bowlingdir, stolsuz tenis, bəzi simulator yarışlar uşaqlar üçün. Belə maraqlıdır, yəni çox böyük bir şey gözləməyin, amma yəni uşaqları məşğul saxlamaq üçün, ya əylənmək üçün kifayət eləyir. Deməli, spa olan hissənin açıq restoranıdır bu. Mənzərəyə baxın bir dənə. Möhtəşəmdir də. Möhtəşəm. Çox möhtəşəm ha. Schumacher Hira efirdədir. Sara da onun co-pilotudur.
Güzel. Geçen. Direkt GoPro-ya çəkərik də. Dağın qəşəng mənzərəsi var idi orada fonda. Deməli, kotejlərin yerləşməsini göstərirəm. Böyle bir ki, dağın ətəyi boyunca səpələnib kotejlər. VIP kotejlərdən birisi, deməli VIP 4. VIP kotejlərin hamısını VIP başlığı ilə nömrələyiblər. Məsəl üçün bu VIP 3. Ərazidə yerləşən digər restoran və səhər yeməyini də burada servis edirlər. Yağış yağmağa başladı indi. Və mənzərə mükəmməldir sadəcə olaraq. Deməli, kotejləri çox səliqə ilə yerləşdiriblər. Sağ, sol, bir otaqlı, iki otaqlı kotejlər. Və üzü yuxarı getdikcə, belə deyək də, otaqların sayı artır. Daha böyük kotejlər var. Və ən yuxarıda VIP kotejlər var. Bir məsələ, başqa bir məsələ nədir? Deməli, hara getsəz burada restoran, hovuz, əyləncə və yaxud üstdən aşağı və yaxud da ki, altdan yuxarı hərəkət edəcəksiniz. Yəni, bunları nəzərə almaq lazımdır. Əgər kimdəsə sağlamlığında nəsə bir narahatçılıq varsa, bunu nəzərə almağa dəyər məncə. Harasa gedəndə amma üstdən aşağı getmək çox keyiflidir. Yəni, xalası bırakırsınız, by gravity gedirsiniz. Aynen. Belə, ərazi bundan ibarətdir. Ümid edirəm ki, sizdə nəsə bir təəssürat yarada bildim. Yəni, əlavə suallar olsa, yenə də inşallah komment bölməsində bildirin. Cavablandırmağa çalışacağım. Deməli, iki məsələ mənim üçün belə deyək də, əsas məsələlərdən biri idi. Bir, otel otağının olmaması. Bu, bilmirəm, bəziləri üçün nə qədər ciddi məsələdir. Yəni, amma bizim üçün balaca uşaqlar olduğuna görə yəni, ciddi məsələdir. Nəyə görə hovuza, restorana gedəndə uşaqları geyindirmək, soyundurmaq, soyuq olmasın deyə. Digər bir məsələ də bu ərazinin belə deyək də relyefin dağ tipli olması. Yəni, mənim kimi əgər sağlamlıqda problem varsa, bu biraz əziyyət verə bilər. Amma yəni bundan başqa hər şey möhtəşəmdir. Yəni ki, təbiət, yaşıllıq mükəmməldir. Yəni kotejlərin özü səliqəli olması, yəni çöldən dizaynını gördünüz. Yəni kifayət qədər maraqlı görsənir. Başqa belə heç bir problem görmədim. Bir də əsas məsələlərdən biri səhər yeməyi. Yəni mən olduğum ya müqayisə etdiyim digər otellərlə yəni qarşılaşdıranda mənə görə zəif idi. Yəni daha yaxşı eləmək olardı. Səhər yeməyini sanki belə deyək də tick box kimi də, yəni səhər yeməyi də var kimi yanaşıblar. Daha yaxşı eləmək olardı. Belə vlogumuz bu qədər. Yəni başqa nəsə bir sual olsa dediyim kimi bildirin, cavablandırmağa çalışacağam. Başqa belə mənim tərəfdən bir komment yoxdur. Hamınıza xoş istirahətlər, hamınıza xoş həftə sonları. İnşallah növbəti vloglarda görüşənədək. Salam aleykum. Mənzərədən biraz zövq alın.